Tələbə Maysel xanımla bugün şəhər daxil sürmə dərsindəyik. Maysel sağdaşın nişanları gördün. O ox nə nişanı idi? Düzünə bir tək yetmir. Bir tərəfli yol nişanı var idi, 5.5 nişanı. Sonra 3.27 nişanı var idi, dayanmaq qadağandır. Həmçinin durmaq qadağandır. Bax bu nişana bax. Bu isə 328 nişanıdır. Ancaq və ancaq durmağa qadağan edir. Solumuzdakı nişanıdır, parklanma yerini bilir. 5.15 nişanı, altında da 7.6.1-dən 6.9-a kimi olan əlavə məlumat lövhəciklərdir. Bildirir ki, 8 haftanın paralel saxlamaq lazım. Görürsən, hamısı paralel saxlayır. Onun altındakı isə 50'lərin təsviri var və 10, 15, 20 rəqəmlər isə pullu xidmətlər deməkdir. Özün necə istəyirsən? Dəqiqəni bildirmir, yox, pullu xidmətləri bildirir. Adı odur, simvolik olaraq, bax 10, 15, 20 rəqəmləri. Yəni ki, ora pullu parklanma yeridir. Biz buradan sağa dönəcəyik. Yolda sağa dönmüşünü yandırarsan. Özün necə istəyirsən? Yaxşı. Maşallah olsun sənə. Bax, qarşıda görsən, Svetfaniyada stop nişanı var. Stop nişanı dayanmadan keçmək qadağandır. Düzdür. Amma hal-hazırda nişan qüvvədən düşüb. Çünki işlər işıqfor var. Əgər işıqfor işləməsəydi, biz gəlib orada stop edib, solumuza, sağımıza baxacaqdıq. Gələn avtomobillər varsa yol verib sonra gedəcəkdik. Avtomobil gəlməsə belə ən azından yenə avtomobilin təkərləri dayandırmalıyıq. Bir neçə saniyəlik ki, stop nişanı tələbini pozmayaq. Get, davam elə, sağını yandır. Bax, buradadır. Amma hazır qüvvədən düşüb. Gəl, oradan dönən nəqliyyat vasitəsi səni gözləməlidir. Bax, ağ maşın var sənin sonunda.